Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Növbəti günün növbəti sualını sizə təqdim edirəm. Sizlərdən də istəyimiz kanalımıza abunə olmağınızdır, paylaşmağınızdır, ən əsas da bəyənməyinizdir ki, bu metodumuz imtahana kimi davam etsin. Siz nə qədər aktiv olacaqsınızsa, təbii ki, YouTube kanalımızda da qəbul sualları imtahanınıza kimi paylaşılacaqdır. Qısa izah ilə birlikdə təbii ki. Sualın şərtini oxuyuram. Sizlər də oxuyun, cavablarınızı qeyd edin rəy bölməsində. Müəllim şagirdlərə aşağıdakı tapşırığı verir. Atalar sözünü izah et. Dost dar gündə tanınar. Şagirdlər bu atalar sözünü oxuyurlar və onun arxasındakı mənanı izah edirlər. Bu zaman onlar düşünmə forması və biliyin hansı növünü istifadə edib sualı cavablandıracaqlar. Bəlkə də izah etmək söhbətini görüb də biz verbal düşünməni götürə bilərik, amma yanlışdır. Düzdür, verbal düşünmə sözlü düşünmədir. Düşündükləri və dilvə gətirmək deməkdir. O sözsüz, amma burada dost dar gündə tanınar. Bu atalar sözlərini hər kəs mahiyyətini başa düşə bilər. Təbii ki, başa düşə bilməz. Ona görə də abstrakt düşüncəli insanlar dərin düşünməyə sahib olanlardır. Məsələn, baxın, burada atalar sözü verir. Biz bu atalar sözü olmasa başqa bir atalar sözü olsun. Misal çəkək. Əkinci yağış istər, yolcu quraqlıq. Ədəbi kimdən öyrəndin? Ədəbsizdən. Və s. Nə qədər desək, atalar sözləri var. Və həmin atalar sözlərinin mahiyyətini biz bilirik, dərk edə bilirik. Təbii ki, xeyr. Həmin bu atalar sözlərini, yəni fərqi yoxdur hansı atalar sözü olursa olsun, buradakı atalar sözlərinin mahiyyətini anlamaq, yəni gizli məqamlar üzə çıxarmaq, bir sözlər nədir? Abstrakt düşüncəyə aid olacaqdır. Abstrakt düşüncə dərin düşüncədir və gizli məqamları ortalığa çıxardan bir düşüncədir. Burada abstrakt düşünmə formasıdır təbii ki. Bunu oxuyurlar, atalar sözlərini və onun arxasındakı mənanı izah edirlər. İzah etmək də təbii ki, bunu öz sözlərinə istifadə edib izah edəcəklər. Yəni, burada münasibət bildirəcəklər, fikir əsaslandıracaqlar. Ona görə də konseptual bilik olacaqdır. Burada qeyri-verbal düşünmə var. Qeyri-verbal düşünmə, elə sualımızın cavabı abstraktdır, lakin qısa bir izah da verək. Qeyri-verbal düşünmə, belə deyim, şəkil, diaqramdan istifadə etmək, nə bilim, xəritədən istifadə etmək. Yəni, müəllim əgər dərs prosesində bu yanaşmaları edirsə, bu qeyri-verbal düşünmədir. Məsələn, Həsən tarix dərsində xəritədən istifadə etməklə işğaldan azad olan torpaqları göstərirdi. Burada hansı düşünmə forması? Təbii ki, qeyri-verbal. Niyə görə? Çünki xəritə, diaqram, sixem, bunlar hamısı qeyri-verbala aid olacaqdır. Verbal isə sözlüdür. Düşündükləri və dilvə gətirirsən. Sistemli düşünmək isə nədir? Məsələn, burada nə addım atırsa, sonda özünə o qayıdır. Bir həyat bumerangdır. Və sistemli düşünməni ilə düşünək. Nə ediriksə, o avtomatik özümüzə qayıdır. Yollarda yaranan, belə deyim də, tıxaclardan misal çəkək. Maşınlar çoxdur, tıxaclar yaranır. Tıxaclar nəticəsində də, belə deyim də, avtomobillərin çoxluğu nəticəsində də təbii ki, ətraf çirklənir. Biz nə edirik? Ətraf çirklənən nə olur? Təbii ki, ətraf çirklənirsə, yəni hava çirklənirsə, biz oksigen qəbul edə bilmirik, karbon qazı uduruq təbii ki. Kimə döndü dolaşdı? Özümüzə döndü dolaşdı. Maşınların çoxluğu, tüstünün olması, havanı çirkləndirməsi gəldi qayıtdı özümüzə. Bax, sistemli düşünməni belə yadımıza saxlaya bilər. Ardıcıl düşünmə isə addım-addım düşünmədir. Məsələn, bir addım atmasın, o bir addım ömür boyu gəlməz. O işin prosesini həyata keçirə bilməzsə. Misal çəkək, burada da ardıcıl düşünməyə adi bir mətbəxdə hansı bir yeməyin pişirilməsi. Oturduğun yerdə yeməyi pişirə bilərsən, təbii ki, xeyr. Yeməyi pişirməkdən ötürü müəyyən addımlar atmalısan. Və yaxud evi yığışdırmaqdan ötürü. Oturduğun yerdə ev yığışdırılır, təbii ki, xeyr. Və yaxud da ki, müdavimlərə qrupa test atıran müdavimlər gedir,
telefonu götürür əlinə, girir material qrupuna, testi işləyir, yoxlayır. Görsənmə bu prosesləri həyata keçirməkdən ötürü mütləq şəkildə bir addımdan sonra o bir addımı yerinə yetirməlisən. Yerinə yetirməsən, təbii ki, işin icrası baş tutmaz və ardıcıl budur. Abstrakt da təbii ki, izahını verdim. Sualımızın doğru variantı Y variantı oldu. Niyə görə Y? Çünki burada dərin düşünmə öz əksini tapır. Dərin düşünmə də abstrakt düşüncəyə aid olacaqdır. Məsələn, bu dərin bir düşüncədir. Bunu analiz etmək, atılar süslərini təhlil etmək abstrakt düşünməyə aid olacaqdır və konseptual bilikdə. İnanıram ki, qısa izahlarımız sizin üçün faydalı olur. Dinlədiyinizə görə də təşəkkür edirəm.